Yoxsa ki, sənətkarlar heç nədən qorxmamalıdırlar. Əslində bir hansısa sənətkar da qorxu varsa, o irəliləyə bilməyəcək. Aha. Yəni bu sənət əzmkarlıq, necə ki idman əzmkarlıq tələb eləyir, bu sənət də əzmkarlıq tələb eləyir ki, o müəyyən elə cəsarət tələb olan vaxtlarda mən onu, məsəl üçün bir adama gəlir, ilk dəfə idi hələ dövlət tədbirlərinə çıxırdım və o konsertdə mənə çox üstünlük gətirdi, mən operaya dəvət aldım. Demək, Heyratı muğamı ifa edirdi, yəni dövlət tədbiri idi, bütün rəsmlər oradaydı təbii ki, dövlət başçımız oradaydı. Heyratı muğamında belə şey vardı, mən düşündüm, həmin an qərar verdim ki, təbii ki, burada yəni, əsas sənət göstərməli yer buradır. Orada nə elədim? Düz onu 8 dəfə elədim. Ta o vaxta kimi əl çalandan sonra mən onu yəni, dəyişdim. Siz elə vaxtlar var ki, onu eləmək lazımdır. Təbii ki, onda operanın rəhbəri idi, oradaydı, o yaxınlaşdı, mən soruşdu. Mənsum İbrahimov dedi ki, mənim yetirməmdir, mənim tələbəmdir, yeni gəlib xanəndəlik, ixtisas hüquqşünasdır. Yəni,